Oğlaq bürcü insanları cəsur və cəsarətlidirlər. Bu insanların daxillərində ana və anaçılıq var əzizim. Ana və anaçılıq. Əgər bu dünyada sən belə deyim, qürur kitabı görməmisənsə və yaxud bir qürur kitabı ilə üzləşmisənsə, bil ki, Oğlaq bürcünün barmağı o qürur kitabına dəyib. Yoxdursa da bu dünyada qürur kitabını yazan Oğlaq bürcü olmalıdır. Çünki bu insanlar bu həyatda nəyi itirdilərsə qürurlarına görə itirdilər. Sevdiği şəxsə etiraf edə bilməməkdən sevgisini itirer. Dostuna səni çox istəyirəm deyə bilməməkdən dostunu itirer. Vəzifəyə qalxmaqdan ötəri kiməsə ağız açmalıdırsa o vəzifəni itirer. Böyüməkdən ötəri kimdənsə kömək lazımdırsa o köməyi deyə bilmədiyinə görə böyüməyini itirer. Başı kəsilib yerə düşərsə başımı götürün yerinə qoyun deməməkdən ötəri başını itirer ya da özü götürər başını qoyar bir yerinə ki belə burasını tuta gəzər, başa düşdün. Qürurun mənbəyidirlər. Yəni cəsur cəsarətlidən də əlavə çox xoşbəxt bir insan olurlar. Sənə verə biləcəkləri qayğı ilə sən qışda üstü açıq yata bilərsən, onun qayğısı səni isidəcək.